Daxildə iki bölmə görürük: səhmlər və ETF-lər. ETF-lər arasında TQQQ, QQQ, SPY, VTI kimi məşhur fonlar təqdim olunub. Səhmlər arasında isə Tesla, Nvidia, Coinbase, Apple və səhmləri əldə etmək mümkün olan bir neçə başqa tanınmış şirkətlər tapmaq olar. Məsələn, şirkət seçirik, daxil oluruq, qiymətin mövcud dalğalanmalarını və şirkətin son dövrdəki nəticələrini əks etdirən qrafik görürük. Aşağıda bunun əsl səhm olduğunu barədə izahat verilir. İnterfeysin yuxarı hissəsində də xəbərdarlıq yerləşdirilib. Səhmlər tokenləşdirilmiş aktivlər və ETF-lər şəklində təqdim olunur. Bu tokenləşdirilmiş kağızlar X-Stock şirkət tərəfindən təmin edilir. Bir an sonra onların saytına nəzər salacağıq. XTS istər səhm, istərsə də ETF olsun, tokenin qiymətini real aktivin dəyərinə bağlayan bir servisdir. O, istifadəçiyə seçilmiş aktivin qiymətini artımında və ya enməsində iştirak etmək imkanı verir. Lakin XTS vasitəsilə investisiya yüksək risklə və bütün qoyulmuş vəsaitlərin potensial itirilməsi ilə bağlıdır. Səbəbi aydındır. Söhbət kriptovalutadan və tokenləşdirilmiş kağızlardan gedir. Burada çox şey texniki və bazar amillərindən asılıdır.